Bir qadın və onu həyatından çox sevən bir kişi. Bir gecə, bir hadisə, bir cinayət, bir itki, bir ömür, kədər. Bir gün, bir gizli mesaj və gözlərinə inana bilmədiyi bir video yazır. Tell No One filmi janrı sevməməyimə baxmayaraq məni çox təəccübləndirmişdi. Dəfələrlə filmin sonunu təxmin etdiyimi düşünsəm də hər dəfə yanıldım. Film dedektiv janrında olsa da hərəkətli səhnələri ilə balansı qorumağı çox yaxşı bacarır. Ən əsası da filmin sonu məni çox təəccübləndirdi və çox xoşuma gəldi. Filmi izləyəcək olanların hər birinin çox sevəcəyini əminəm. Ən qısa zamanda filmi izləməyinizi hər birinizə tövsiyə edirəm.